Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə aprelin 22-sində Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli çiskin olacaq. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyində keçəcək. Temperatur gecə 10-13, gündüz 20-24 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu təşkil edəcək. Naxçıvanda gecə saatlarında qısa müddətli yağıntı ehtimalı var. Gün ərzində yağış yağmayacaq. Temperatur 18-21 dərəcə isti olacaq. Sabah əksər rayonlarda da yağıntı gözlənilmir. Lakin bəzi yerlərdə gecə və axşam yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, dolu düşəcəyi bildirilir. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 9-12, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.